Salam, bugünkü dərsimiz qarışıq ədədlərin çıxılmasıdır. Modelə baxaq. Modeldə yaşıl rəngli hissə hansı ədədi ifadə edir? Buna baxmaq üçün görürük ki, modelin 3 hissəsi tam rənglənib, olur 3 tam. Digəri isə 5 hissəyə bölünüb 3 rənglənib. Deməli, ədədimiz 3 tam 5-də 3 ifadə edir. Üzərindən qırmızı xətt çəkildi. Yəni, biz onları buradan çıxartsaq, hansı hissə qalar? Bu zaman 2 dənə bütöv qalar. Yəni, 2 tam 5-də 1 hissə qalar. Bu, qarışıq ədədlərin çıxılması deməkdir. Qarışıq ədədlər çıxarkən əvvəlcə tam hissələr çıxılaraq fərqin tam hissəsinə, sonra isə kəsr hissələr çıxılaraq fərqin kəsr hissəsinə yazılır. 4 tam 12-də 11 çıxılsın, 3 tam 12-də 8 ədədinə baxaq. Qarışıq ədədləri çıxmaq üçün dedik ki, tam hissələr çıxılır, 4-dən 3 çıxılır 1 tam. Məxrəcini dəyişmirik, olduğu kimi saxlayırıq 12, surətdən surəti çıxırıq 3. Cavab olur 1 tam 12-də 3. 42 tam 10-da 9-dan 11 tam 10-da 3-ü çıxaq. Tam hissədən tam hissəni çıxırıq, edir 31 tam. Məxrəci olduğu kimi saxlayırıq 10. Surətdən surəti çıxıb yazırıq surətə. Cavab olur 31 tam 10-da 6. Qarışıq ədədləri çıxarkən azalanın kəsr hissəsi çıxılanın kəsr hissəsindən kiçik olduqda azalanın tam hissəsindən vahid ayıraraq onu kəsr hissənin üzərinə əlavə edib, sonra isə çıxma əməlini yerinə yetiririk. 15 tam 22-də 7 çıxılsın 3 tam 22-də 10. Bu ədəddə azalanın kəsr hissəsi çıxılandan kiçikdir. Bu zaman nə edirik? Azalanın tam hissəsini bir vahid azaldırıq. 14 tam olur. Bir vahidini isə kəsr hissəyə veririk. O zaman bizim ədədimiz 14 üstə gəlir 1 tam 22-də 7 şəklində olur və 1 tam 22-də 7-ni düzgün olmayan kəsr kimi yazsaq, biz bunu 14 tam 22-də 29 kimi göstərə bilərik. Deməli, azalanı bir vahid azaltdıq, oldu 14 tam 22-də 29. İndi isə çıxma əməlini yerinə yetirə bilərik. Tamdan tam hissəni çıxırıq 11 tam, məxrəc olduğu kimi saxlayırıq. Surətdən surəti çıxırıq, yazırıq surətə. Cavab olur 11 tam 22-də 19. Digər misal üzərində də göstərək. Deməli, 22 tam 15-də 8-dən çıxmaq lazımdır. 4 tam 15-də 13-ü. Bunun üçün baxırıq ki, kəsr hissə yenə kiçikdir. Tam hissədən bir vahid əlavə edirik. Olur 24 tam 15-də 23. Yəni, 1 tam xırdaladıq, 1-i vurduq 15-ə, üzərinə gəldik surəti, yazdıq surətdə. Çıxırıq 4 tam 15-də 13-ü. Tam hissədən tam hissə çıxılır, kəsr hissəni çıxıb yazırıq kəsr hissəyə. Olur 20 tam 15-də 10. Verilmiş qarışıq ədədlərin fərqini tapıb müqayisə edin. Sol tərəfdəki ifadə hesablayaq. Tamdan tamını çıxırıq 12 tam. Məxrəci olduğu kimi saxlayırıq. Surətdən surəti çıxırıq. Edir 1. 12 tam 18-də 1 ilə 12-ni müqayisə etsək, birinci ədədin böyük olduğunu görək. Tamları eynidirsə, kəsr hissəsi böyük olan böyük sayılır. Digər bir qarışıq ədədə baxaq. Burada azalanın kəsr hissəsi çıxılandan kiçikdir. Demək ki, biz xırdalama əməliyyatını yerinə yetirməliyik. Olur 19 tam. Bir vahid xırdaladıq azalanın tam hissəsini 35-də 45. Və bundan 13 tam 35-də 15-i çıxırıq. Cavabımız olur 6 tam 35-də 30. 6 tam 35-də 30 ilə 7-ni müqayisə etsək, tam böyük olan 7 tam 6 tamdan böyükdür. Və müqayisəni qeyd edirik. Diqqətinizə görə təşəkkür edirəm.